Və sonraki dönəmlərdə də bunlar müxtəlif işlər gördülər, getdilər parlamentdə falan. Mən bir dəfə parlament seçimini 2010-cu ildə dedim. Dedim, bu nədir o? Əli ilə bizdə o vaxt rəqib idik. Suraxan rayonundan. Orada dağılmış bir dairədir deyək ki, bir seçki əvvəl orada dağılmışdı, icra başı çıxarılmışdı, nəbi dairəsi tutulmuşdu. Bütün hamıda diqqət oradaydı. Mən o vaxt orada dedim. Nədir o? Biz eyni işi görürük, eyni təşkilatda. Mən türməyə gedirəm, sən gedirsən parlamentdə. O vaxtları, bax indi bir ilkidə sizə deyim, danışım məsələdir. O vaxtları Xalq Cəbhəsinin proporsional və majoritar seçkidə qarşı seçilməyib. Proporsional seçki sistemindən siyahı verilirdi. Mən o vaxt Xalq Cəbhəsində faktik olaraq ekspediyasının ikinci adamıyım. İcra komitəsinin sədri olaraqdan da falan. Mən tutulmuşam. Amma haqqında məhkumluq yox idi. Yəni siz iştirak edə bilərdiniz əslində. Təbii, mən o siyahıda 6-cı adam yazıblar. O vaxtları mənim və Arif Paşayevin azad olunması üçün imza toplanırdı. Bu analog olmayan bir hadisədir Azərbaycanda. İndiyə qədər olmuyor. 1 milyon imza toplanmışdı bizim azad olunması üçün. 1 milyon. Kiçik bir ölçüdə 1 milyon çox böyük rəqəm sayılır. Əlbəttə. Bu da bizim təşkilatın da özümüzdən nüfuzumuza bağlı olmasaydı. İndi bax, niyə bunu 6-cı adam yazıblar? Çünki 3-4 adamın, 4 ya 5 adamın alverinliyiblər ki, bunlar keçməlidir və bunlar da türməyə getməlidir. İndi Fazil Qəzənfəroğlu bir yazı vermişdi arada ki, mən əsgərlik göndərdilər, orada düşdülər. Düz deyir, adamı 2-ci dəfə əsgərlik göndərdilər. O vaxt. Yəni meydan boş olsun deyə bir əfqan misal var deyə düz yerdə təpələr dağ görünər. Bu siyasi fiqurları bir yerə eləmək lazımdır. Hakimiyyətdən alver eləmişdilər. Mənə əgər də birinci adam saydılar, ikinci adam, mən həbs oluna bilməzdim artıq. Mandat oldu, toxunulmaz. Mən saxlanılmışdım, toxunulmaz oradan mən çıxırdım, məhbəsə getmirdim, parlamentə gedirdim. Amma bunlar istəmədilər onu. Və mən bunu ilk dəfə danışam.